Hadisə vaxtı həyatda oynayırlar uşaqlar. Mən də evdə iş görürdüm. Birdən gözümdən yayıldı, uşaqlar evə getdilər. Mən də keçdim kuxnyaya. Bunlar o biri otaqdadılar da. Kuxnyaya keçdim, görüm səs gəlmir də nəsə. Getdim hamam tərəfə, görüm qapı açılmır. Qapını açan kimi zorladı, 2-3 dəfə hərəkətinə zorladı. Sonra açdım qapını, hamısı sərmişlər yerə. Qonşuları 2 dəfə çağırdım, sonra bir özüm buradan çıxartmışam. Mən evi qapının ağzından evə keçirdim ki, gördüm pəncərədən qışqırır ki, qonşular tez olun, uşaqlarım öldü. Tez ayaq yalın palçığın içi ilə qaça-qaça gəlmişəm, girdim içəri, ürəyim az qala getsin. Gördüm 6 dənə uşaq üst-üstə. Allah gözlər olsun, görməsin. Dedim tez keç bayraq palas sərgirə, uşaqları bir-bir gətirək. O bursu qonşular da gəldi köməyə. Uşaqları bir-bir yan-bayan düzdük. Böyrü üstə qoydum, ağızlarından su çıxsın deyə, zəhərli su çıxsın. Başladım ürəklərini əlimlə masaj eləməyə. İkisini masaj elədim, gördüm gözü açıldı. Hamısı bacı qardaşlar. Hamısı bacı qardaşlar. İkisini gördüm ki, gözü açıldı. Tez keçdim, o bursu uşaqları da çevirdim özünün gözünün qabağında. Ana özünü itirib. Tez onların da ürəyini masaj elədim. Böyrü üstə tördüm, sarı zəhər kimi bir şey tökülür ağızlarına. Ondan sonra gördüm uşaqlar yaxşıdır. Skor da bu vaxtı gəldi, çatdırdı özün. 4'ünü elə qoyduq, birini də ananın qucağına verdik. Skor ilə apardılar.